Bugün size uşaqların da sevəcəyi asan pankek hazırlayacağım. Öyleysə getdik. Qaba süd əlavə edirəm. Üzərinə 2 yumurta. Yaxşıca qarışdırıram və üzərinə yarım stəkan şəkər əlavə edirəm. Bunları yaxşıca qarışdırdıqdan sonra üzərinə bir paket kabartma tozu və bir paket də vanil əlavə edirəm. 1 stəkan yarım unun yaxşıca qarışdırırıq. Məhlul bu halda olmalıdır. Altı yapışmaz tavada bişirməyə başladım. Burada həm aycıqlı formada, həm də sadə formasında bişirdim. Bu çox asan hazırlanan pankek reseptini videonun altına qeyd edəcəm. Siz də kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşənədək.